Salam əziz abituriyentlər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə çoxluqlar mövzusunu izah edəcəm. Baxıb faydalana bilərsiniz. Deməli, çoxluqlar riyaziyyatın ilk anlayışlarından biri olduğu üçün ona tərif verilmir. Sadəcə olaraq çoxluq təsvir olunur. Riyaziyyatın ilk anlayışı olduğuna görə ona xüsusi tərif verilmir, sadəcə olaraq təsvir olunur. Məsələn, natural ədədlər çoxluğu, sait səslər çoxluğu, həndəsi fiqurlar çoxluğu, sinifdəki şagirdlər çoxluğu və s. biz bu misalları uzada bilərik. Çoxluğu təşkil edən obyektlərə onun elementləri deyilir. Çoxluğu təşkil edən obyektlərə onun elementləri deyilir. Ümumiyyətlə, A çoxluğunun elementlərinin sayı n-a kimi işarə olunur. Ümumiyyətlə, çoxluq çox vaxt latin əlifbasının böyük hərfləri ilə işarə olunur. Məsələn, biz burada yazmışıq ki, A çoxluğu bərabərdir A, B, C, D, Y, F. Onda n-a, yəni A çoxluğunun elementlərinin sayı 6 dənədir. Məsələn, mən başqa bir B çoxluğu yazıram bura. Məsələn, bura yazıram həndəsi fiqurlar çoxluğu, üçbucaq, çevrə, düzbucaqlı, kvadrat, trapesiya. Bu həndəsi fiqurlar çoxluğudur. B çoxluğudur. Onun elementləri isə fiqurlardır. Neçə dənə burada element var? Sayırıq. 1, 2, 3, 4, 5 dənə. Yazırıq ki, NB nəyə bərabərdir? 5-ə bərabərdir. Yəni, bu mötərizənin qarşısındakı n onun elementlərinin sayını ifadə edir. Bu A çoxluğunda neçə element vardı? Sayırıq. 1, 2, 3, 4, 5, 6. Onda yazırıq ki, n-a nəyə bərabərdir? 6-ya bərabərdir. Heç bir elementi olmayan çoxluğa boş çoxluq deyilir. Boş çoxluqda bu simvoldan işarə olunur. A çoxluğunun hər bir elementi həm də B çoxluğuna daxildirsə, onda A çoxluğuna B çoxluğunun alt çoxluğu deyilir. Alt çoxluq bu şəkildə işarə olunur. Yəni, A daxildir B-yə. Misal olaraq, tutalım yazıram, A çoxluğu bərabərdir A, B, C. B çoxluğu bərabərdir A, B, C, D, Y. Görürəm ki, ABC, bax, ABC'nin hər bir elementi və A çoxluğunun hər bir elementi B çoxluğuna daxildir. Onda A-ya B-nin nəyi deyilir? Alt çoxluğu deyilir. Hər bir çoxluq özünün alt çoxluğudur. Yəni, A çoxluğu daxildir A-ya. Bir də boş çoxluq istənilən çoxluğun alt çoxluğudur. Yəni, boş çoxluq istənilən çoxluğun alt çoxluğudur. Yazmışıq ki, boş çoxluğu da daxildir A çoxluğuna. N elementli çoxluğun bütün alt çoxluqlarının sayı 2 üzəri n-ə bərabərdir. Yəni, n elementli çoxluğun bütün alt çoxluqlarının sayı 2 üzəri n-ə bərabərdir. Məsələn, baxırıq ki, A çoxluğuna. A çoxluğunda 2 element var. Onda biz görürük ki, n burada 2-yə bərabərdir. Onda çoxluğun alt çoxluqlarının sayı 2-nin kvadratı qədərdir. Bu da 4-ə bərabərdir. Bir göstərək, bu 4 dənə alt çoxluq hardan gəlir? 1. AB, yəni 2 elementli alt çoxluqlarda bir alt çoxluq A-nın özüdür. 2 B-nin özüdür. Sonra AB-dir. Biz burada yuxarıda qeyd etdik ki, hər bir çoxluq özünün alt çoxluğudur. Yəni, AB həm də A çoxluğunun alt çoxluğudur. Bir də boş çoxluqdur. Boş çoxluq da istənilən çoxluğun alt çoxluğudur. Ona görə 2 elementli çoxluğun 4 dənə alt çoxluğu var. 3 elementli çoxluğun burada n 3-ə bərabərdir. Onda çoxluğun alt çoxluqlarının sayı isə 2-nin kubu qədərdir. Yəni 8-ə bərabərdir.
Bu oldu n elementli çoxluğun bütün alt çoxluqlarının sayının tapılması. Təkrar edirəm. N elementli çoxluğun bütün alt çoxluqlarının sayı 2 üzəri n-ə bərabərdir. N elementli çoxluğun bütün k elementli alt çoxluqların sayı isə kombinizon n-dən k düsturu ilə tapılır. Bu nə deməkdir? Məsələn, tutalım ki, bizə deyir ki, 3 elementli A, B, C çoxluğu var. Bunun bütün alt çoxluqlarının sayını soruşmur. Yəni, bu 3 elementli çoxluğun 2 elementli alt çoxluqlarının sayını soruşur. Bunu biz burada kombinizon 3-dən 2 şəklində yazırıq. Kombinizon 3-dən 2 də nətər tapılır? Baxın, biz bunu belə yaza bilərik, düsturla yaza bilərik. 3 faktorial sürətdə, məxrəcdə 3 minus 2 faktorial vurulsun 2 faktorial. Bu da bizə nə verəcək? Elə 3 verəcək. Çünki 3 faktorial 6-ya bərabərdir, 2 faktorial 2-yə bərabərdir. 3 minus 2 faktorial 1-ə bərabərdir. 6-nı da 2-yə böləndə 3 alınır. Məsələn, bu suala baxaq. Z çoxluğunun 10 elementli çoxluqdur. Bu çoxluğun elementlərinin sayı 10-a bərabərdir. Bu deyir ki, bu çoxluğun neçə dənə 3 elementli alt çoxluğu var. Bunu biz belə yazırıq. Kombinizon 10 elementdən 3. 10 elementdən 3-ü biz belə hesablayırıq. Yəni, sürətdə olacaq 10 faktorial, məxrəc olacaq 10 minus 3 faktorial, vurulsun 3 faktorial. Bu da bərabər olacaq. 10 faktorial bizə verəcək 10 faktorial bölünsün 7 faktorial, vurulsun 3 faktorial. Biz burada 10 faktorialla 7 faktorialı ixtisar edə bilirik. Onda sürət alınır. Deməli, 8 vurulsun 9 vurulsun 10. Məxrəc olur 1 vurulsun 2 vurulsun 3. Bu da bizə nə verəcək? 120 verəcək. Ümumiyyətlə, kombinizon 10-dan 3-ü biz belə də hesablaya bilərik. Məsələn, tutam yazıram. Kombinizon 8-dən 2. Bunu düstur istifadə eləmədən biz belə rahat bir şəkildə yaza bilirik. Kombinizon 8-dən 2-ni belə yazırıq. Baxın, sürətə yazırıq 8 vur 8-dən əvvəlki ədəd 7. Məxrəcə yazırıq 1 vur ondan sonraki ədəd 2. Bu da bizə nə verəcək? Tutalım ki, 56 bölünsün 2. Bu da bizə verəcək 28. Məsələn, tutam ki, 11-dən 3-ü hesablamaq lazımdır. Sürətə yazacaq 11, ondan əvvəlki 3 varsa 3 dənə hasil olmalıdır. Vurulsun 10, vurulsun 9. Məxrəc olacaq 1, vurulsun 2, vurulsun 3. Bu da bizə nə verəcək? Burada 1 qalacaq, burada 3 qalacaq. Burada 1, burada 5 ixtisar edirik. O da bərabər olacaq 165-ə. Bu şəkildə, yəni kombinizonu düsturdan istifadə eləmədən hesablaya bilərsiniz. Biz burada nə dedik? N elementli çoxluğun bütün K elementli alt çoxluqlarının sayı, yəni təkrar edirəm, bütün alt çoxluqların sayı soruşmur. Məsələn, 10 elementli çoxluğun neçə 3 elementli alt çoxluğu var? Hesabladıq 120 dənə. 3 elementli çoxluğun neçə 2 elementli alt çoxluğu var? Hesabladıq 3 ədəd. Bu şəkildə bu hesablanır. Sonra çoxluqlar üzərində əməllər. Çoxluqlar üzərində əməllər, yəni çoxluqların birləşməsi, çoxluqların kəsişməsi, çoxluqların fərqi. Birləşmə A və B çoxluqlarının elementlərinin birgə toplusuna çoxluqların birləşməsi deyilir. Və A birləşmə B işarəsi, yəni A bu birləşmə işarəsi A birləşir B şəkildə ifadə olunur. Təkrar edirəm. A və B çoxluqlarının elementlərinin birgə toplusuna A və B çoxluqlarının birləşməsi deyilir və bu şəkildə yazılır. Euler-Venn diaqramında uşaqlar, Euler-Venn diaqramında çoxluqların birləşməsi bu şəkildə göstərilir. Burada bəzi qeydlər var, o qeydlərə diqqət eləməmiz lazımdır. Çoxluqların birləşməsində elementlərin təkrarlanması varsa, həmin elementləri yalnız bir dəfə götürmək lazımdır. Misal üçün, bu misala baxaq. Məsələn, mən burada A birləşmə B-ni tapıram, A birləşmə B. Diqqətlə baxaq. A birləşmə B. A elementi həm A çoxluğunda, həm də B çoxluğunda varsa, onu bir dəfə yazıram. B-ni bir dəfə yazıram. B onsuz da B çoxluğunda yoxdur. C, D,
C, D, sonra olacaq M, sonra olacaq deməli 2, sonra olacaq 1, 2, 5 görürük ki, hər iki çoxluğunda varsa onu bir dəfə yazırıq. D həm A çoxluğunda, həm B çoxluğunda varsa onu bir dəfə yazırıq. 7, 8, 9. Bu oldu çoxluqların birləşməsi. Neçə elementi var bu çoxluqların birləşməsi? Diqqətlə baxaq, sayaq bunları. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Deməli, A birləşmə B-nin neçə elementi var? 10 elementi var. Deməli, biz yazırıq ki, A birləşmə B-ni tapdıq. Onda elementlərin sayı N, A birləşmə B, o da nəyə bərabərdir? 10-a bərabərdir. Bu nə oldu? Elementlərinin birləşməsi. İndi uşaqlar, birləşmənin bəzi xassələri var. Burada birinci göstərdik ki, A və B çoxluqlarının birləşməsi elementlərin sayı, yenə təkrar edirəm, mötərizənin qarşısında n varsa, o elementlərin sayını ifadə edir. Biz də burada birləşməni tapdıq. Sonra elementləri saydıq. Elementlərin sayı n, A birləşmə B bizə nə verdi? 10 verdi. İndi birləşmənin bəzi xassələri var. Burada görürsünüz ki, A ilə B-nin birləşməsi B ilə A-nın birləşməsinə bərabər olacaq. A birləşir B ilə C-nin birləşməsi bərabərdir. A ilə B-nin birləşməsi birləşir C. A çoxluğu ilə A çoxluğun birləşməsi elə A-nın özünə bərabərdir. A çoxluğu ilə boş çoxluğun birləşməsi yenə elə A-nın özü olacaq. Əgər A B-yə daxil olarsa, A ilə B-nin birləşməsi B olur. İndi kəsişmə. A və B çoxluqlarının kəsişməsinin A və B çoxluqlarının ortaq elementlərindən təşkil olunmuş çoxluğa A və B çoxluqlarının kəsişməsi deyilir və kəsişmə bu şəkildə göstərilir. A kəsişmə B kimi işarə olunur. Euler-Venn diaqramında kəsişmə, baxın, bu orta hissəyə deyilir. Ümumiyyətlə, A kəsişmənin də bəzi xassələri var. Biz burada qeyd edək onları. A kəsişmə B bərabərdir. B kəsişmə A olacaq. A kəsişmə, bir dəqiqə bunu düzəldək. Birləşmə yazdıq onda. A kəsişmə B bərabərdir. B kəsişmə A olacaq. A kəsişmə B kəsişmə C bərabərdir. A kəsişmə B kəsişmə C olacaq. A çoxluğu ilə A çoxluğunun kəsişməsi elə A-nın özü olacaq. Sonra A çoxluğu ilə boş çoxluğun kəsişməsi məlum məsələdir ki, elə boş çoxluq olacaq. Çünki A ilə heç bir elementi olmayan çoxluğu kəsişdirsək, yenə boş çoxluq olacaq. Sonra A daxildir B-dirsə, yəni A B-nin alt çoxluğudursa, A B-nin alt çoxluğu olarsa, onda A ilə B-nin kəsişməsi yenə nə olacaq? A B-yə daxildirsə, yəni A çoxluğu B-yə daxildirsə, onda kəsişmə nə olacaq? Elə A-nın özü olacaq. Bu şəkildə. İndi burada misala baxaq. Diqqətlə bura qulaq asaq. Bir də deyir ki, burada A və B çoxluqlarının kəsişməsinin elementlərinin sayı N-A kəsişmə B ilə işarə olunur. Bu sualda kəsişməni tapaq. Hər iki çoxluqda olan ortaq elementlərdən ibarətdir. Yazırıq A kəsişmə B bərabərdir. Diqqətlə baxaq. A-dır. Yəni hər iki çoxluqda olan element A-dır. Sonra C-dir. Sonra D-dir. Sonra K-dır. Sonra M-dir. Sonra nə var? L var. Aydındır. Bu oldu nə? A və B çoxluqlarının kəsişməsi. A və B çoxluqların kəsişməsində neçə element var? Onlara baxaq. Sayaq bunları. 1, 2, 3, 4,
5, 6. Onda yazırıq ki, n A kəsişmə B nəyə bərabər olacaq? 6-ya bərabər olacaq. Bu oldu kəsişməsinin elementlərinin sayı. Kəsişməsi bu şəkildədir. Elementlərinin sayı sayırıq. 6 element var. Yazırıq n A kəsişmə B. O da nəyə bərabər olacaq? 6-ya bərabər olacaq. Çoxluqların fərqi ümumiyyətlə çoxluqların fərqi nədir? A çoxluğunda olub, lakin B çoxluğunda olmayan elementlərdən təşkil olunmuş çoxluğa bu çoxluqların fərqi deyilir və çoxluqların fərqi bu şəkildə, yəni A fərqi B və ya bu şəkildə göstərilir. Euler-Venn diaqramında A ilə B-nin fərqi, yəni bu hissə A fərqi B-dir. Rənglədiyimiz hissə A fərqi B-dir. Burada isə, məsələn, buranı burayla rəngləsəm, onda bu hissə isə B fərq A-ya bərabərdir. Yəni B ilə A-nın fərqidir. Məsələn, misala baxaq. A və B çoxluqlarının fərqini tapın. Biz nə dedik? A çoxluğunda olub, lakin B-də olmayan və yaxud da belə deyə bilərik. A-nın B-yə daxil olmayan elementləri, fikir verin, hansılardır onlar? Yazaq bura. A-nın B-yə daxil olmayan element L-dir. L-dir, çünki L elementi B çoxluğunda yoxdur. Sonra F-dir. D-dir. Baxın, D burada var, amma da burada yoxdur. Bir də T element, yox, T burada var. Elə bunlardır. Baxın, M burada da var, N burada da var, K B çoxluğunda var, L var, F bir də D bu çoxluqda yoxdur. Yəni A-nın B-yə daxil olmayan elementləri bu elementlərdir. 3 element var burada. Yazırıq ki, N A fərq B nəyə bərabərdir? 3-ə bərabərdir. Bu nə oldu? A çoxluğu ilə B çoxluğunun fərqi oldu. Tamamlayıcı çoxluq. Tamamlayıcı çoxluq nə deməkdir? A çoxluğu B-nin alt çoxluğu olarsa, B fərq A-ya, A-nın B-yə tamamlayıcısı deyilir və A-B kimi işarə olunur. Yəni, fikir verin, diqqətlə bura baxaq. A çoxluğu, bu da B çoxluğudur. Baxın, A çoxluğu, bu da B çoxluğudur. Görürük ki, A B-nin daxilində yerləşir. A çoxluğu B-nin daxilində yerləşir. A çoxluğu B-nin daxilindədir. Fikir verin bura. Baxın, bu qıraqda olan hissə, qıraqda qalan hissə A çoxluğunun B-yə tamamlayıcısı deyilir və A-B şəklində işarə olunur. Bu da A-B, yəni indeksdə B fərq A deməkdir. Ümumiyyətlə, A ilə A-nın tamamlayıcısının birləşməsi bizə B çoxluğunu verir. Biz bunu şəkildə də görürük. A çoxluğu birləşir A-nın B-yə tamamlayıcısı. Bu da bizə nəyi verir? B çoxluğunun özünü verir. Bu oldu tamamlayıcı çoxluq. Yəni, A' indeksdə B varsa, bu bizə nə verir? B fərq A-nı ifadə edir. Sonra uşaqlar, burada belə birləşmənin xassəsi var. NA birləşmə B bərabərdir. NA üstə gəl NB çıx NA kəsişmə B. Bu kəsişmədir. Bir də bu birləşmə üçün bunu da biz burada əlavə edə bilərik. Baxın, bu A çoxluğudur. Bu B çoxluğudur. Bura A fərq B-dir. Bu hissə B fərq A-dır. Bura isə A kəsişmə B-dir. Onda A birləşmə B bərabərdir. A ilə B-nin fərqi, üstə gəl A ilə B-nin kəsişməsi, üstə gəl B ilə A-nın fərqi. Yəni bu 3 dənə bunların cəmi bizə nə verir? Çoxluqların birləşməsini verir. İndi bu çoxluqlarla bağlı 2-3 dənə qarışıq sual tipi var. Gəl onların həllinə baxaq. Məsələn, misal 1-də deyir ki, çoxluğunun deyir, bütün alt çoxluqlarının sayını tapın. Biz qeyd etdik ki, çoxluğun bütün alt çoxluqlarının sayı
2 üzəri n düsturla tapılır. İndi baxaq burada neçə dənə element var? 1, 2, 3, 4, 5, 6 dənə. Onda biz 2 üzəri 6-nı burada tapacağıq. 2 üzəri 6 da bizə nə verir? 64 verir. Yəni bu çoxluğun 2 üzəri 6, 64 ədəd alt çoxluğu var. İkinci suala baxaq. İkinci sualda deyir ki, 9 elementli çoxluğun bütün 4 elementli alt çoxluqlarının sayını tapın. Biz burada nə edirik? Deməli, bunu belə tapırıq. Kombinizon 9 elementli çoxluğun 4 elementli alt çoxluqlarının sayı. Bunu da biz sürətdə yazırıq 9 faktorial, məxrəcdə yazırıq 9 minus 4 faktorial 5 faktorial, vur olsun 4 faktorial. 9 faktorial 5 faktorial ixtisar edə bilərəm. Onda qalacaq burada 6, vur olsun 7, vur olsun 8, vur olsun 9. Məxrəc olacaq 1, vur olsun 2, vur olsun 3, vur olsun 4. Bu hesablamanı yerinə yetirək. Bu 2 vur 3, 6, 6'lar ixtisar getdi. 8 dənə 4 ixtisar gedir. Burada 1 qalır, burada 2 qalır. 7'ni vururam 2'yə. 14, 14'ə vururam 9'a. Bu da bizə nə verəcək? 126 verəcək. Yəni 9 elementli çoxluğun 126 ədəd 4 elementli alt çoxluğu var. Sonra növbəti misal 3'ə baxaq. Misal 3'də deyir ki, NA 15, NB 17, A ilə B-nin cəmi 25 olarsa kəsişməni tapın. Yəni A çoxluğunda 15 element var, B çoxluğunda 17 element var. Bunların birləşməsində 25 element varsa, kəsişməsində neçə element var? Ümumiyyətlə, biz bayaqlar dedik ki, N, A birləşmə B bərabərdir. NA üstə gəl NB çıx N, A kəsişmə B. İndi birləşmədə neçə element var? 25 element var. Burada yazırıq 25 element var. A çoxluğunda neçə element var? 15 element var. Bura yazıram 15 element. Üstə gəl. B çoxluğunda neçə element var? 17 element var. Biz də bura yazırıq 17 element. Buradan N, A kəsişmə B-ni tapırıq. 15 o da 17. Onda 25 bərabər olacaq 32. Çıxılsın N, A kəsişmə B. Buradan da N, A kəsişmə B nəyə bərabər olacaq? 7'yə bərabər olacaq. Yəni kəsişməsində neçə element var? 7 element var. Bunu bu şəkildə də yazmaq olar. Euler-Venn diaqramında da istifadə edib biz bunu yaza bilərik. Məsələn, Euler-Venn diaqramında bu sual həllini bu şəkildə yaza bilərik. Diqqətlə baxaq. Deyim ki, bir dəqiqə. Bu A çoxluğudur. Bu A çoxluğudur. Bura B çoxluğudur. Diqqətlə baxaq. Deməli, kəsişməsinə X deyirəm. A çoxluğunda 15 element varsa, yalnız A-da 15 minus X element var. B çoxluğunda 17 element varsa, yalnız B-də 17 minus X element var. Bunların cəmi olur 30, yəni birləşmə bunların cəmi deməkdir. A ilə B-nin fərqi, üstə gəl A ilə B-nin kəsişməsi, üstə gəl B ilə A-nın fərqi. Bunları toplasaq, olur 32 minus X. 32 minus X bərabərdir 25'ə. Buradan X-i də neçə tapmış oluruq? 7 tapmış oluruq. Bu da nə oldu? A çoxluğu ilə B çoxluğunun kəsişməsində neçə element var? 7 element var. Baxaq növbəti suala. Növbəti sualda nə deyir? Deyir ki, A ilə NA plus NB-də, yəni A ilə B-nin elementlərinin cəmi 32'dir. NA fərq B, üstə gəl NB fərq A 20 olarsa, A ilə B-nin birləşməsində neçə element var? Yəni A çoxluğu birləşmə B çoxluğunun elementlərinin sayını bizdən soruşur. Burada biz nə edəcəyik? Diqqətlə qulaq asaq. Deməli, baxın, yenə yazıram bura.
Deməli, Venn diaqramından istifadə edəcəm. Bu A çoxluğudur. Bu isə B çoxluğudur. Diqqətlə qulaq asaq. A çoxluğu, B çoxluğu. Mən bura X deyirəm. Bura Y deyirəm. Burada Z deyirəm. A çoxluğu nə deməkdir? X plus Y deməkdir. Yəni A çoxluğu elementlərinin sayı NA, yəni X plus Y. Üstəgəl B çoxluğunun elementlərinin sayı Y üstəgəl Z. Bu da bərabər olacaq 32-yə. Buradan nə alırıq? Diqqətlə qulaq asaq. Yəni buradan alırıq ki, biz X üstəgəl Z üstəgəl 2Y bərabər neçə olacaq? 32 olacaq. Aha. İndi bizə nə soruşur? Nə soruşur? Birləşmədə neçə element var? Həm də görürəm ki, A ilə B-nin fərqi, üstəgəl B ilə A-nın fərqi 20-dir. Yəni, Y plus Z isə, buradan Y üstəgəl Z isə bizə nə verəcək? 20, yox, X plus Z bizə 20 verib. X üstəgəl Z, bu isə bizə 20 verib. Onda mən X plus Z-in yerinə burada 20 yazıram. Yazıram 20. Üstəgəl 2Y nəyə bərabər olacaq? 32-yə bərabər olacaq. Onda 2Y nəyə bərabər olacaq? 32-dən 20-ni çıxırsam, olacaq 12. Onda Y nəyə bərabər olacaq? 6-ya bərabər olacaq. Y 6-dırsa, onda X ilə Z-in cəmi, bir də nəyi soruşur? Birləşməni soruşur. Birləşmə nə deməkdir? X, burada qeyd edirəm. Baxın, bizə birləşməni soruşur. N, A, birləşmə B-ni soruşur. Birləşmələr nə deməkdir? X, üstəgəl Y, üstəgəl Z. Y tapdıq 6, X plus Z-in cəmi də bizə 20 verib. Bu da bərabərdir 20, üstəgəl 6, bu da bərabər olacaq 26. Belə, bura qədər. İnşallah dərslərimizin davamı gələcək.